Salam, hər vaxtınız xeyir. Bugün mən sizə kofe haqqında danışacağam. Kofe içənlərimiz ekrana yaxın əyləşsinlər. Kofe bədənimizdə hansı funksiyaları pozduğu tam məlum deyil elmə. Bildiklərimizi sizinlə bölüşəcəyəm. Belə ki, kofe yuxudan durandan 90 dəqiqə sonra qəbul olunmalıdır və xüsusilə gün ərzində 4-5 dəfə kofe içənlərimiz var ki, onlara bu vərdişlərini atmağı məsləhət görərdik. Kofe gün ərzində keyfiyyətli formadadırsa, 1-2 dəfə içilməsi məsləhət görülür. Çünki kofe aşağıdakı vitaminlərimizin bədəndən azalmasını təmin edir. Kofe maqneziumu azaldır. Belə ki, maqnezium bizim bədənimizin yuxusunu bərpa etmək üçündür, amma kofenin çox içilməsinin nəticəsində maqnezium azalır, bizim yuxululuq dərəcəmiz aşağı düşür. Kofe bədənimizdən D vitaminini əksirdir. Belə ki, D vitamini transporter funksiyasını yerinə yetirə bilmir və bunun nəticəsində də D vitaminimiz azalır. Kofe bədənimizdə olan kalsinin böyrəklərdən mənimsənilməsini funksiyasını pozur və bədənimizdə sidik vasitəsilə kalsinin atılması artır. Bu da kalsini azaldır. Digər tərəfdən kofe bədənimizdə dəmirin və dəmirlə dolu zəngin olan qidaların mənimsənilməsini azaldır. Bu da dəmir və qan azlığımıza gətirib çıxardır. Digər tərəfdən kofe həm də B qrup vitaminlərimizi bədənimizdə azaldır. Bu o deməkdir ki, hər bir qidanı miqdarında qəbul etsək daha xeyirlidir. Diqqətinizə görə təşəkkür edirəm.